60 dərəcəli mərkəzi bucağa uyğun dairə sektorunun sahəsi 24 pi olarsa, dairənin radiusunu tapın. Dairə sektorunun sahəsi mərkəzi bucağın 360 dərəcəyə nisbətini, yəni tapırıq ki, bu mərkəzi bucaq ümumilikdə əmələ gətirdiyi sektor dairənin hansı hissəsini təşkil edir? Ümumilikdə dairəni 360 dərəcəyə uyğun götürdüyümüz üçün M dərəcəli mərkəzi bucağın da 360-ın hansı hissəsini təşkil edəcək? 360-da M hissəsini. Vuruq dairənin sahəsinə, yəni pi r kvadratına. Və bu da bizə 24 pi olaraq verilib. M bucağı isə 60 dərəcə. M-in əvəzinə 60 yazaq. 60 dərəcə bölünsün 360 vur pi r kvadratı bərabərdir 24 pi. Hər tərəfdən piləri ixtisar aparsaq, 360-la da 60-ı ixtisar eləsək 6-da 1 alarıq. Deməli, r-in kvadratı bərabərdir 24 vurulsun 6, yəni 144. R də bərabərdir 12 alarıq.